Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə umaç halvası hazırlayacağıq. 1 kiloqram ərinmiş yağın halvası hazırlanacaq və resept də buna görə verilir. 1 kiloqram ərinmiş yağ, 1 kiloqram 300 qram un, 1 kiloqram 300 qram şəkər tozu, 1 stəkan süd, 6 stəkan su. Əvvəlcə unun yarısı bir qaba tökülür, üzərinə bir çimdik duz əlavə olunur və 1 stəkan süd əlavə edərək umaç hazırlayırıq. Yəni südü una qarışdırırıq və xəmir toparları alınır. Bu toparları ovaraq daha xırdalayırıq, umaç halına salırıq. Umacın üzərinə, həmin bu süd tökülən unun üzərinə yerdə qalan unu da əlavə edərək həmin o toparları daha da xırdalayıram və umaç halına salıram. Xırda qırıntılar halında olur. Sonra bu qarışımı biraz qurumağa qoyuram və bu arada suyun üzərinə 1 kiloqram 300 qram şəkər tozunu əlavə edib şərbət hazırlayıram və qaynamağa qoyuram. Şərbət qaynayandan da 5-6 dəqiqə sonra tam qaynara düşür və altını söndürürəm. Burada isə artıq biraz havalanmış, qurumuş umacı undan ayırırıq. Bunun üçün aş süzən götürülür və həmin qarışım ora əlavə olunur. Əlimizlə deməli qırıntını undan bu cür azad edirik, ayrı-ayrı qablara yığırıq. Artıq burada qarışımı una və qırıntıya ayırdım. Bu deməli umac qırıntılarıdır. Gördüyünüz kimi qırıntı halındadır. Bu biri qabda isə ələnmiş, yəni umacdan azad olan, qırıntıdan azad olunmuş un. Şərbətimiz qaynayır və altını söndürürük. Böyük bir qaba yağı töküb qızdırırıq. Mənim bu qabım balaca olacaq, ona görə də sonradan dəyişəcəm. Əvvəlcə qızmış yağın içərisinə umacı tökürük, qırıntıları tökürük. 5-6 dəqiqə qovurduqdan sonra üzərinə ayırdığımız yerdə qalan unu əlavə edirik və yaxşı qovururuq. Burada artıq mən qabı dəyişdim. Geniş qab və hündür qab olarsa daha rahat unu qovurmaq olur. Un qızılı rəngi alana qədər qovururuq. Şərbətə biraz sarı kök əlavə edirik və ya zəfəran. Artıq bizim unumuz öz rəngini alıb qovrulub. Yoxlamaq üçün burada belə bir test eləyirik. Bir qaşıq qarışımdan götürüb üzərinə şərbət əlavə edirik və qarışdırırıq. İstədiyimiz kıvamı alırsa, deməli unumuz qovrulub hazırdır və şəkəri əlavə edə bilərik. Burada çox diqqətli olmaq lazımdır, çünki isti qovrulmuş una şəkər əlavə edəndə çox güclü isti par çıxır və sıçrayış da ola bilər. Ona görə də ehtiyatla bu prosesi etmək lazımdır. Qovrulmuş unu şəkərə yeridirik
Burada çox yaxşı qarışdırmaq lazımdır. İlk əvvəldə duru kimi görünür, amma çox qarışdırıb mən vaxt almamaq üçün qısa çəkdim. Yaxşı qarışdırıb bütün unu şərbətə yeritdikdə gördüyünüz cür qatılıqda deməli halva alınır. Burada halvaya mən qabda bəzək vurmağı nümayiş elətdirirəm. Halvanın üzərinə naxış vurmaq. Bu cür naxış vura bilərik. Mən bu halvanın yağını çox qusmasına çalışmadım. Yəni onu çox qarışdırıb, daha çox qarışdırıb halvanın yağını qusturmaq olar. Mən istədim ki, içərisində öz tərkibində qalsın. Burada da deməli paylıq bükməyini göstərirəm, nümayiş elətdirirəm və beləliklə halvamız hazır oldu. Halvanı təkcə ihsan məqsədi ilə deyil, toyda, düyündə, bayramda, bir çox yerlərdə də hazırlayırlar. Ürəyimiz istəyəndə də hazırlayırıq. Buyurun siz də hazırlayın, nuş olsun.